Yaxşı, başa düşdüm. Ağsaqqal, buyurun birincisi yola salım. Partlarsan, ana milçək. Get, şivi gör, çıx get görək də. Nə lazım idi? Deməli, mənə səyahət üçün küllü miqdarda vəsait lazımdır. Müəllim, xoş gəlmişsiniz. Oradan müəllimə asorti meyvə gətirin, ikinci qəbul şöbəsinə. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm. Xoş gəlmişsiniz, dəyərli müştərimiz. Əvvəla onu qeyd edim ki, bizdə ən yüksək məbləğ 150.000 AZN-dir. Əgər 150.000 AZN-dən daha üst, yəni yuxarı məbləğlər rica etsəniz, onda mən sizi başqa banklara bu dəqiqə yönəldə bilərəm. Elə mənə də 150 lazımdır. Aha, 150.000 AZN yazıram. Oradan müəllimə ən yaxşı şirniyyatları gətirin. Tez. Yazdınız 150. Bəli. İndi oradan mini çıxın, mənə 150 manat lazımdır. 150.000, yox, 150 manat. 150 manat lazımdır, bəli. Neyinə elə 150 min? Meyvə ilə şirniyyatı atmayın. Yaxşı, bu götürəcəyiniz məbləği necə ödəməyi düşünürsünüz? Yəni, elə o məsələ ilə bağlı istərdim sizə bir sual verim ki, yəni o nə qədər müddətə verə bilirsiniz? Valla bizdə kredit müddətləri fərqlidir. 1 ildə var, 5 ildə var, 10 ildə var, 15 ildə var. Necə ödəyəcəksiniz? 1 il dediniz. Aha. 1 il yox. 1 il yəni söz verərəm, sonra bizim aramızda niyə görə narazıçılıq olsun? Minimum 6 ayımız var. Yox, ümumiyyətlə, yox. 6 ay, 1 ildə yəni aramızda münasibətlərimiz pozular, onun üçün söz verməyirəm. Amma etmək olar 12 ildə çoxdur, bir-birimizi yormayaq. 5 il yazın, 5 illik yazın, rahat bacaracağam. Mən bunu hazırlaşmışam və bilirəm ki, bacaracağam. Ay ağsaqqal, bir dəqiqə gəl bura, yaxına gəl. Dur, bura gəl. Tez elə biraz. Səbirli ol, yazıram, səbirli ol. Ağsaqqal, sənin bu vaxt almağın ucbatından mən milyonların bata bilər, başa düşürsən. Gəl sən 150 manat verim, canım qutarsınlar. Gəl bura, ölməmişəm ki. Niyə sənə boyda borcu? Mənə sizin heç bir pulunuz lazım deyil. Mən istəməyirəm sizin pulu. Ehtiyac yoxdur. Hazır burada qızımla danışmışam. Götürəcəyim. Tez elə, onda tez elə. Yaxşı, ağsaqqal, kim sizə zamin duracaq? Var zamininiz? Zamin? Aha. Heç mən ailə quranda mənə heç kim zamin durmayıb. Yoxumdur. Yox, amma biz Başqa hansı variant var? Zaminsiz və girovsuz biz sizə heç bir kredit verə bilmərik. Varmı nəyisə girova qoya bilərsinizmi? Girov qoyun. Aha, amma məbləği 150 AZN-dən yuxarı olmalıdır. Mən bildim nə eləmək lazımdır. Onsuz da mənim növbəmdir də, elə deyilmi? Rahat danışırıq da. Mən ömürgün yoldaşımla məsləhətləşim. Mən onu özümdən çox sevirəm. İllərdir bir yastığa baş qoyuruq. Onu mən zaloq qoya bilərəmmi yəni? Girov mümkündürmü? Ağsaqqal, siz nə danışırsınız? Bizə bir dənə zamin lazımdır. Bir adam. Zamin bizdə deməli problem yaratdı. Yəni bu boyda insanın içərisində bizə bir nəfər 150 manat üçün zamin durmayacaq. Xeyr! Siz bir yerdə bir mahnı yazdırın. Get işinlə məşğul ol. Duet, elə bir hazırlaşıblar, zəhləm getmişlər. Onda mən də oturacağım burada, düşünəcəyəm. Növbə mənimdir, deyilmi? Kim məni buradan durğuza bilər? Qardaş, bu nə deməkdir? Bu nə bir abırçılıq deyə? Amma pulum batır, sən xəbərin var. 150 manata görürsən yığmısan, cana. Ala bunu, qoy cibə, ala. Get rahat imzal da. Mən sizdən pul Qoy cibə. götürməyəcəyim. Halal edirsiniz. Halal xoşun olsun, tez elə də. Təşəkkür edirəm. Sağ olsun vətənimin bax belə qeyrətli oğlanları. Belə də insanlar var. Hə, tez elə şükür. Ay xanım, biraz tez yola salın. İndi qaldı zamin. Zamini düşünmək lazımdır. Verdim də pul sənə. O başqa yer üçün idi. Yəni buradan mən o pulu götürməliyəm onun üçün. Zamin dura bilərsiniz. Ay, niyə durmuram? Ay xanım, tez elə də. Çox xahiş edirəm, gözləyirlər məni. Şəxsiyyət vəsiqənizi verin Buyur, zəhmət mənim olun. şəxsiyyət vəsiqəm. Təşəkkür edirəm sənə. Sağ ol. Siz də şəxsiyyətinizi verin. Onun şəxsiyyəti var, versin. Şəxsiyyəti var onun. Buyurun. Hazırlayın.